Getdim dünənləri Pərvin doktorun yanına, Olimp Hospitalda. Buradan rəhbərliyi Ruslan bəy özlərinin təşəkkürümü bildirirəm. Təmənnasız burun əməliyyatlarını öz üzərinə götürdü Olimp Hospital və bu əməliyyatı edəcək şəxs də Pərvin doktordur. Hacəttepe Universitetinin məzunu, peşəkar doktorumuz. Ona bir qucaq dolusu salam göndərirəm. Əminəm ki, möhtəşəm olacaqdır. Şik Olimp Hospital'a, Pərvin doktorun yanına. Çünkü Nahidəni müayinə edəcək və Nahidə burun əməliyyatı olacaq. Gün bəyə veribdi məni əməliyyata. İnşallah əməliyyatdan sonra daha, yəni istədiyi bir burnu aldıqdan sonra daha yaxşı olacaq. Elə ki əməliyyatdan sonra çox danışmaz. Tamam, həll edər. Yaş gedək doktor. Uzman doktor Pərvin Babayev. Kulaq, burun, boğaz və baş boyun cərrahı. Hacəttepe Universitetinin məzunu. Görün Nahidəni kim əməliyyat edəcək? İstəyi zəifdir, burun ucunda düşüklük olduğu için də nəfəs almasında ciddi bir problemlər yaşayır. Bir də əsas sıxıntısı, baş ağrılarına səbəb olacaq ciddi sıxıntısı, burun balıq qulağı ilə təmas edən, burun balıq qulağına təmas edən çəpər əyri var. Bu çəpər əyrinin aradan qaldırılması lazımdır ki, xəstə həm rahat nəfəs alsın, həm də baş ağrı şikayətləri azalsın. Tabii ki, bu qədər böyük burunlarda bizim çox balaca burun əldə etməyimiz çox çətin olur. Çünki biz balacalaşdırdıqca bu səfər burnun funksiyalarını da pozmuş oluruq. Yəni, nəfəs alma problemlərinə səbəb ola bilir aşırı böyük burunlarda. Bu belə travmatik və böyük burunlarda nəticəni olabildiğince doğal olacaq şəkildə əldə etməmiz lazımdır. Həm burnu orta xəttə gətirəcək şəkildə, eyni zamanda burun dəstəyini sağlayacaq şəkildə bir burun şəklini alacaq inşallah. Nahidə dəyişiləcək, Murad tapa bilməyəcəksən. Bundan sonra kayınvalideme demek istiyorum ki ben değişilenden sonra sen beni tamam başka cür göreceksin. Bitecek bir zaman